Xeyir olsun, cümə günü və Ramazan ayının 9-cu günüdür. Səhv etmirəmsə, Allah Teala hər kəsin orucunu qəbul eləsin. Bugün cümə günüdür, dua olan gündür. Amma görürsünüz ki, studiyamızda belə sakitçilik var. Bəli, dünəndən bütün sosial şəbəkələr yazır ki, tarixin bir günü verilişində tarix canlı efirə çıxıb da öz tamaşaçılarının vidalaşacaq. Mən düşünürəm ki, belə bir deyim var ki, deyilir ki, insan yatanda vicdanı da onunla bir yerdə yatmalıdır. Bəli, bir neçə gündür mən də yatıram, dururam, vicdanım da yatır, amma özümün bir kanal işçisi kimi olan vicdanım sızlayır. Burada mən heç bir sosial medyada və ya da ki, tanınmışlar arasında heç bir qəhrəmanı, dırnaq arası qəhrəmanı böyük bir qələbə kimi görmürəm. Mən özümə bir qərar vermişəm. Bu günləri Space kanalımız çox böyük uğurlara imza atıb. Demək olar ki, Vado müəllim bu kanal rəhbər keçəndən sonra kanalımız ən böyük ölkədə kütləsi olan kanallarla bir yerdə rəqabət aparır. Biz əgər bugün ikinci yerlərdə oluruqsa, bu ümumiyyətcə sevilən kanalımız Space'imizin uğurudur. Və məni də 25 ildir tanıyırsınız. Qalmaqallarımla, etdiyim hərəkətlərimlə, səhvlərimlə, yanlışlarımla məni bir Tolik kimi, bir Tarix Əliyev kimi tanımısınız. Murad Dadaşov, Respublikamızın xalq artisti məni maşın şouya 3 dəfə dəvət edəndə, orada bir dəmir parçasına görə bir çox müğənnilərin siması açılırdı. Onlar bir maddiyata görə, bir maşına görə tam sona qədər mübarizə aparırlar və insanların ən böyük qınağına rast gəlirdilər. Çünki niyə? Çünki o vaxtda TikTok yox idi, Instagram o qədər populyar deyildi. Bu günləri hər birimizin bir həyatda bir xarakteri var, formalaşan bir həyat dövrü var. Məni belə tanımısınız. Mən bir vətəndaş kimi 44 günlük müharibədən qabaq pandemiya vaxtında sizlərin sayəsində minlərlə ailəyə yardım eləmişəm. 44 günlük müharibədə sizlərin sayəsində əskərlərimizin yanında olmuşuq. Və ondan sonra canlı yayımlar açaraq onlarla əskərlərimizə maddi tərəfdən, istər bir neçə qazimizə evlər almışıq, maşın almışıq. Bunlar hər birisi sizlərin sayəsində olub. Mən vasitəçi olmuşam. Deməli, siz mənə güvənmisiniz, inanmışsınız və bugünə qədər də Space kanalımızın sayəsində biz ən son videolarımda 34 uşağımız sünnət aksiyamızda olub az təminatlı ailələrdən və 64 eləmişik, 66 uşaq hələ də gözləyir. Amma mən bu efir bitəndən sonra Tarix Əliyevəm. Xəssiyyət dəyişmək çox çətindir. Maskalı olub da cəmiyyətdə özünü bir cürə aparıb, kamera qarşısında bir cürə aparmaq bu tam başqa bir şeydir. Mən bugün uğurlarını iri-iri atan kanalıma əgər televiziyada yox, sosial şəbəkədə etdiyim səhvə görə, istər rəhbərliyim Vado müəllim olmaqla və istər burada işləyən hər bir insanın haqqına girəcəyəmsə, bu mənim vicdanımı sızladar. Bir daha buradan Audio-Vizual Şuraya təşəkkürümü bildirirəm ki, bir ildən artıqdır ki, Space TV kanalında hər gün tarixin bir günün canlı efirini apararaq bugünə qədər verilişimlə bağlı heç bir qanun pozuntusu aşkar edilməmişdir. Və dünənləri Audio-Vizual Şuranın rəsmi açıqlamasında bildirmişdir ki, mənim və ya başqa həmkarlarımın verilişin bağlanmasında heç bir qanuni pozuntu yoxdur. Vado müəllim Karovinə yaxınlaşıb da dünən verilişimin bağlanması haqqında, aparıcılığımdan çıxma haqqında ərzəmi verəndə vicdanım daha rahat oldu. Çünki heç vaxt adı heç bir qalmaqalda hallanmayan, televiziya dövründən qabaq Şən Hazır Cavablar klubunda ən önəmli rolları icra edən adam mənim əsəblərimə hakim olmamağım, hansısa bir qarşı tərəfin fikirlərinə emosional fikir bildirməyim böyük bir kanalın uğuruna ləkə ata bilməz. Mən bilirəm indi, bəziləri mənə görə pis olursunuz hal-hazırda baxaraq canlı-canlı. Bəziləriniz sevinirsiniz. Amma mən düşünürəm ki, mənim həyatımda itirəcəyim bir şey var. O da mənim evladımdır.
Hər birinizi sevirəm. Düşünürəm ki, bu bir son deyil. Bu bir mənim özümə verdiyim bir cəzadır. Sosial şəbəkələrdə, hansı tanınmışlarda bir qəhrəman axtarmayın. Ən böyük hakim Allahdır. Mən əminəm ki, siz məni daha gözəl başa düşürsünüz və mən bir daha bildirmək istəyirəm ki, sevilən kanalımız Space'imizin kənardan da olsa bütün uğurlarına sevinəcəyim. Amma jurnalistika ilə illər bundan öncə adiyyatı olub, indi evdə oturub jurnalistika ilə məşğul olan bəzi insanların yalançı məlumatlarına qətiyyən inanmayın. Mən Əliyev Tarix bugün canlı sizinlə burada sağollaşıram. Amma heç kimə verilişimi təhvil vermirəm, bu bir. Space telekanalında musiqi departamentinin rəhbərliyi vəzifəsinə gəlməmişəm, bu da iki. Bu da ona dəlalət gətirir ki, mənbələr yalnız və yalnız Space telekanalının mətbuatla əlaqəli şöbəsi ilə olmalıdır və doğrudan da qələminə, özünə, şəxsiyyətinə hörmət etdiyimiz saytlarımız jurnalistlərimizdən olmalıdır. Allah hər birimizin işinə avand eləsin. Mən əminəm ki, siz yenə də saat 9:30-da sevilən kanalımız Space-də daha da maraqlı verişlərin ard-arda getdiyinə baxacaqsınız. Amma hələlik hər birimizə buradan sağ ol deyirəm. Allah hər birimizin işinə avand eləsin. İnşallah da ki, hər bir sonuncun, hər bir gözəl başlanğıcı var. Sağ olun, özünüzdən müğayət olun.